5 fevral 2025-ci il tarixində Paşa Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən Legis Hüquq Forumu uğurla başa çatıb. Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirən tədbir olub. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Paşa Holdingin baş icraçı direktoru Cəlal Qasımov, eləcə də Paşa Holdingin qrup üzrə hüquq və compliance departamentinin direktoru Aytac Qasımova çıxış ediblər. Tədbirin əsas məqsədi dövlət və özəl sektorlar arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək. Bundan əlavə həm ölkəmizdə yaşayan, həm də ölkədən kənar yaşayan hüquq peşəkarlarını bir araya toplayaraq onlar üçün bilik, təcrübə, fikir mübadiləsi üçün imkan yaratmaqdır. Bu tədbirin məhz 2025-ci ildə keçirilməsi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən sırf konstitusiya və suverenlik ili elan edilən bu ildə keçirilməsi əlavə olaraq bir əlamətdarlıq qatır bu tədbirə. Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qaldı. Forum çərçivəsində dövlət özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edildi. Forum iştirakçıları arasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb. Tədbirin ən maraqlı məqamlarından biri isə Robert Sofiyanın iştirakı oldu. O, hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayiş etdirdi.